Ermənilər üçün bunlar daş qalaqlarıdır, bizim üçünsə insanlarımızın əziyyəti və xatirələrinin darmadağın edilmiş izləri. Bugün Ağdam özündə iki mənzərəni birləşdirir. Bir tərəfdə erməni işğalı və vandalizminin izlərini, digər tərəfdə isə Azərbaycan dövlətinin və xalqının qayıdış əzmini və bunun praktik nəticələrini. Bugün bir binanın belə salamat qalmadığı ərazidə yeni şəhər, yeni Ağdam qurulur. Yol boyu da bizi iki mənzərə izləməkdə davam edir. Dağıntılar və tikinti, quruculuq. Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı yüksəkdir. Bölgədə buna müvafiq infrastrukturun qurulması da təsadüfi deyil. Hazırda biz inşası davam edən Ağdam Hilton Garden otelinin qarşısındayıq və bir neçə ay sonra otel artıq qonaqlarını qəbul etməyə başlayacaq. Saparaq olsa belə, bəzi detalları dəqiqləşdirmək imkanını fövtə vermək olmaz. Bugün Cənab Prezidentə Ağdamda nələri təqdim edəcəksiniz? İlk olaraq işğaldan azalmış ərazilərdə ilk beynəlxalq səviyyədə tanınmış otelçilik brendi olan Hilton Garden Inn otelinin tikinti işlərinə tanışdıq. Ondan sonra bizdə Ağdam Muğam Mərkəzinin artıq yekunlaşma işləri gedir. Orada da işlərin 95%-i artıq tamamlanıb. O layihə ilə tanışlıq olacaq. Ağdam Rezidens ilk özəl layihə olsa da ilk yaşayış kompleksi, onun təqdimatı nəzərdə tutulur və dövlət tərəfindən Ağdam şəhərində bilirsiniz ki, birinci dövlət proqramına uyğun olaraq 5 məhəllə inşa olunacaq. İkinci yaşayış məhəlləsində hal-hazırda keçən ilin ortasında layihəyə start verilib. Orada gedən işlərlə tanışlıq nəzərdə tutulur. Bu layihənin də bu ilin sentyabr-oktyabr aylarında yekunlaşması nəzərdə tutulur və orada 5000-ə yaxın əhalinin köçməsi planlaşdırılır. İlk Ağdamlıları nə vaxt qəbul edəcək? Dediyim kimi, kəndlərə artıq Ağdam şəhərinin ətrafında 3 kəndin təhvil verilməsi bu ilin mart ayına nəzərdə tutulur. Amma şəhərin özünə sentyabr-oktyabr aylarında biz ilk 1268 ailənin köçünü nəzərdə tuturuq və digər sosial infrastruktur layihələri də tam sürətlə icra olunmaqdadır. Qalır Ağdamlıların gəlməyə. Bəli, inşallah. Prezidentə nələr təqdim olunacaq? Ev tapşırığını bir daha gözdən keçirməkdə fayda var. Otelin istifadəyə verilməsi ilə burada 100-dən artıq yeni iş yeri yaradılmış olacaq. İşğaldan azad edilmiş ərazilərdə elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması, enerji təhlükəsizliyinin və yaradılacaq infrastrukturların elektrik enerjisi ilə təchizatı məqsədi ilə işlər davam etdirilir. Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris kompleksi də bölgənin keyfiyyətli enerji ilə təchizatına xidmət edəcək.
neçə dəqiqə sonra Prezident İlham Əliyev start düyməsini sıxmaqla Ağdam rəqəmsal yarım stansiyasını işə salacaq. Stansiyanın rəqəmsallığı bu monitordan da görünür. Buradan dispetçerin bütün əməliyyatlara nəzarət etmək onlayn qaydada, eyni zamanda onları idarə etmək imkanı var. Başlaya bilərik. Baxın, yeni istifadəyə veriləcək yarım stansiya və rəqəmsal idarəetmə mərkəzi Ağdama və ümumilikdə bölgəyə nə verəcək? Sxemdə görsəndiyi kimi Ağdam rəqəmsal idarəetmə mərkəzi muğam mərkəzdir, Park Hill Qarabağ oteldir, Sokar idarəsinin binasıdır, 4-cü yaşayış kompleksidir, istirahət parkı, bağça, məktəb, bütün bunların hamısının elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, əsas rol oynayacaq. Onu da qeyd edeyim ki, ümumilikdə biz bütün bu gördüyümüz işləri Ağdam şəhərinin baş planına əsasən həyata keçiririk və gələcəkdə, belə deyək, tələbat yarandığı təqdirdə ümumilikdə 49 ədəd 35.04-də transformator məntəqələri ilə təmin olunacaq və bununla da bütövlükdə Ağdam şəhərinin elektrik enerjisi ilə təchizatı 100% təmin olunacaq. Ağdam Muğam Məktəbi öz ənənələri ilə seçilir. Şəhərdə Muğam mərkəzinin inşası milli musiqimizin, muğamımızın bölgəyə qayıdışının daha bir rəmzidir. Mərkəzdə 503 nəfərlik konsert zalı, kitabxana, kinozal, dərs otaqları, 615 nəfərlik açıq havada teatr sahəsi yaradılıb. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Muğam mərkəzində görülən işlərə xüsusi diqqət ayırdı, detallara qədər maraqlandı və xüsusi nümayəndə bu detallarla bağlı sualları cavablandırdı. Artıq Ağdamlılar da çemadanlarını hazırlaya bilərlər. Şəhərin mərkəzində 209 mənzilli yaşayış kompleksi tam hazırdır. İndi Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva komplekslə tanış olacaq. Baxmayaraq ki, indi mobil rabitə və WhatsApp-ın dominantlığı dövrünü yaşayırıq, ancaq göründüyü kimi ənənəvi post məktubları və post qutusu dövrü də deməli sona çatılır. Ağdam şəhərində 1267 mənzilli ikinci yaşayış kompleksində aparılan tikinti işləri də yekunlaşmaq üzrədir.
İşğaldan azad olunan ərazilərdə yaşayış kompleksləri ilə yanaşı digər infrastruktur layihələrinin icrası da davam edir. Məsələn, Ağdam şəhərinin mərkəzində yerləşən bir sayılı tam orta məktəb 960 yerli idi və demək olar ki, artıq hazırdır və Prezident İlham Əliyev az sonra burada görülən işlərlə tanış olacaq. %60 yerlik Ağdam şəhər 1 nömrəli körpələr evi uşaq bağçası da balacaları qarşılamağa hazırlaşır. Ermənilərin vandalizminə məruz qalmış tarixi abidələrimizin biri də 18-ci əsrə aid olan Əsgəran qalasıdır. Qala indi yenidən bərpa olunur. İşğaldan azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi Xankəndidə də bərpa, quruculuq işləri davam edir. Bura həm xunta rejiminin izlərinin təmizlənməsi, həm milli elementlərin bölgəyə qayıtması, həm də bərpa, quruculuq və müasirləşdirmə işləri daxildir. Xankəndi mehmanxana kompleksinə aid olan Bulud Oteli yenidən qurmadan sonra qonaqlarını qəbul etməyə hazırlaşır. Təmizlik otel üçün vacibdir. İllah da ki, ali qonağı qarşılayarkən. Proporsiya isə bəzən təmizlik qədər zəruridir. Mühafizə və protokol xidməti də iş başındadır. Elçin, xoş gördük. Biz Cənab Prezident çatmağına artıq bir neçə dəqiqə qalır. Ayaqüstü soruşmaq istəyirik sizdən. Bugün Xankəndidə nələr təqdim olunur? Müsahibləri yola gətirmək isə həmişə asan olmur. Bugün əslində asan məlumat üçün deyim sizə, Zəfər Parkının təməl qoyması olacaq, Bulud Otelinin açılışı olacaq, fabrika, tekstil fabrikinə baxış, bir də Balıca kəndinə, Balıca kəndi ilə tanışlıq olacaq. Artıq Balıca kəndinin sakinləri yerləşiblər orada. Xankəndi mehmanxana kompleksinə aid olan Bulud Oteli Prezident İlham Əliyev əsaslı təmirdən sonra otelin açılışında iştirak edir. Otel 91 nəfər qonağı qəbul etmək iqtidarındadır. Otelin işə başlaması ilə isə 150 nəfər də işlə təmin olunur. Yaxınlıqda yerləşən Xankəndi şəhər administrasiyasının binasında əyləşən xunta rejiminin nümayəndələri bir vaxtlar Azərbaycanın əleyhinə müxtəlif təhdidlər yağdırırdılar. İndi isə bu binanın bir addımlığında Zəfər Parkının təməli qoyulur. Rəmzi mənası var həm də bunun.
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək bura 5,5 milyon manat investisiya qoyulub. Gələcəkdə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin işi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev işçilərə birgə foto çəkdirməyi təklif etdi və bu hazırda gerçəkləşir. Xocalı rayonunun Ballıca kəndi eyni adlı çayın sol sahilində yerləşir. Kənd 1992-ci ildən işğal altında olmuş, 2023-cü ildə aparılan lokal antiterror əməliyyatı ilə isə işğaldan azad edilmişdir. Xoş gördük. Sağ olun, sağ olun. Cənab Prezidenti qarşılamağa hazırlaşırsınız öz evinizdə. Çox gözəl gündür. Allah Prezidentimizin canı sağ eləsin. Bugünkü günü bizə yaşatdı. Bir Xocalı rayonunun sakini olaraq Ballıca kəndinə bizim Prezident xoş gəlir. Cənab Prezident, xoş gəldiniz. Sağ olun, xoş gəldiniz. Sağ olun. Sağ olun, Xocalı rayonunun Ballıca kəndinə xoş gəlmişsiniz. Sağ ol. Allah sizi korusun ki bu günü bize yaşattınız. 30 yıllık həsrətimizə son verdiniz. Sağ ol, gələn. Bəli, bəli. Cənab Prezident xoş gəlsin. Cənab Prezident xoş qoysanız. Sağa gəlin, mağa gəlsin. Sağ qurban olun. Necə yaşayırsınız burada? Yaxşı, yaxşı. Yaxşı, salam. Sağ ol. Xoş gördük. Gözünüz aydın. Cənab Prezident indicə sizin mənzilə qonaq gələcək. Bu günümüzə şükür, Allah Prezidentimizə dəyməsin ki, bizi bu torpağa qovuşturdu. Allah canı sağ eləsin. Kəndin ərazisində 318 fərdi ev mövcuddur. İlkin mərhələdə köç ilə əlaqədar 192 ev seçilib, 137 evdə təmir işləri başa çatıb. 90 ailənin 468 nəfərin köçü artıq təmin edilib. İndi 2-ci Qarabağ müharibəsindən 4 il keçibdir. Baxın, nə qədər böyük işlər görüldü. Hər yerdə, təkcə Xocalı rayonunda yox. Halbuki Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuzdur.
Çünki müharibədən və işğaldan, 1-ci Qarabağ müharibəsinin çətin vəziyyətdən əziyyət çəkən ən çox belə Xocalılar olmuşdur. Onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. Və 2020-ci il 10 noyabrdan sonra 2-ci Qarabağ müharibəsi dayandı. Yenə də bütün köçkünlər bilirdi ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, indi Xankəndi də tam işğalçılardan azad edildi. Ağdərə rayonu da, Xocavənd də, Əsgəran da və yüzlərlə kənd artıq öz sahiblərini gözləyir. İlhamam, adına qurbanam özüm. Hakkını yitirsen kör olsun gözüm. Türk'ün birliğine yar olsun sözüm. Torpağa can veren Gül Polat gibi. Bugünkü günü bize yaşattığınız için size çok çok teşekkürümü bildirirəm. Allah sizleri korusun. Sağ olun, sağ olun. Qurban olsun. Yaşa alır. Ali boş komanda. Demir yumruk buradadır. Sen de yumruğun maşallah yaptın. Size ne kadar teşekkür eləmək olar. Mən oğlumun adını İlham koymuşam. İnanın, Allah'tan arzu eləyirəm bir nəvəm olsun onun da adını İlham. Hoşbaq yaşayın. Sağ olun. Var olun. Var olun. Var olun. İnşallah Ballıcanı çiçəkləndirəcək, Ballıca xalqımızın cənnət qoşələrindən birinə çevriləcək. Təbrik edirik. Gözünüz aydın. Çok sağ olun. Çok sağ olun. Geçirirsiniz. Yaxşı, da bundan güzel ne his olacak başına benim. Çok güzel, şükür. Bugün çok güzel bir gündü. Həqiqi mənada mən qürur duydum. Ölkəmizin prezidentinin bizə qarşı göstərdiyi bu münasibətə, bu istiliyə, bu səmimiliyə mən çox sevindim.